Model çənlər çox qalın idi. İndikilər belə deyil. Sizin üçün deşirik. Koymuşuq buna. Böyle bir şeydi. İçerisinde bakın böyle bir şarı var. Bu şar köhnəlir, çürüyür. Görürsünüz böyle bir şeydi. Bu şarın özü suya dad verir. Bak mesela bu köhnə şardı 2014'ündür. Bakın necə oxalanır. Problem də elə budur. Və görürsünüz suda əlavə dad var, görürsünüz oxalanır. Problem də budur. Bu şarın istismar müddəti bitir. Bu iki variantda dəyişilir. Əgər su çəni təzədirsə, şarı cırılsa, bura su dolur alt hissəsinə. O vaxtında bunu basanda buradan su tökülür. Onda bu balon dəyişilir. İkinci vaxtda da o vaxtda dəyişilir ki, bu şarın istismar müddəti bitir. Baxırsınız, görsə əlim qapqara oldu. İstismar müddəti odur ki, bunların ən yaxşısının istismar müddəti 5-7 ildir. Üzərində illəri yazılır. Baxın 2014-cü il. Bunun istismar müddəti bitib. Ən maksimum 7 ildir, o da bitibdir. Bu üst hissəsi su saxlama yeridir. Alt hissəsi hava yeridir. Görürsünüz, bura xüsusi boya kimi bir şeydir. Rezindir, daha boya da deyil. Belə bir şey vurulubdur. Bu da qalın bir şeydir. Plastikdir. Amma bunun istismar müddəti, ona görə buna müddət qoyulur ki, şarlar xarab olur. Plastikin, rezinin özü keyfiyyətini itirir. Belə elədikcə videoda görünür. Amma bunlar çox belə yumuşaq. Demək olar ki, oxalanır. Baxın, görürsünüz.